Salam uşaqlar, bugünkü mövzumuz üsxətli bərabər sürətli bərabər təcillə hərəkətə aid keçirdiyimiz mövzu sınağının suallarının izahından ibarət olacaq. Keçək suallarımızın izahına. Baxaq birinci sualımıza. Deməli, birinci sualda ABC cisimlərinin koordinat zaman asıllıq qrafikləri verilmişdir. Qrafikdən istifadə edərək bu cisimlərin sürətlərini, yəni A, B, C cisimlərinin sürətlərini müqayisə etməliyik. Baxırıq. A cismi bərabər yeyinləşən hərəkət edir. B cismi bərabər yavaşlayan, C cismi isə düz xətli bərabər sürətlə hərəkət etdiyini görə A cisminin sürəti C cisminin sürətindən böyük, C cisminin sürəti də B cisminin sürətindən böyük olacaqdır. Sonra 5 nömrəli testdə düz xətli yolda avtomobilin koordinatının zamandan asılı qrafik verilmişdir. Avtomobilin sürətinin modulunu hesablayın. Koordinat zamanla düz xətt əmələ gətirib avtomobil düz xətli bərabər sürətlə hərəkət edir. Düz xətli bərabər sürətlə hərəkətdən sürətin modulunu hesablasaq V bərabərdir. Son koordinatın başlanğıc koordinatı çıxıb zamana bölürük. Son koordinat 50-dir, başlanğıc koordinat 20-dir. Son koordinata uyğun zaman anı isə 5-dir. Yazırıq 50 çıxılsın 20 bölünsün 5. 30 bölü 5 neçə alırıq? 6 metr bölünsün saniyə. Keçək digər testimizə. Baxıq digər tapşırığımıza. Digər tapşırıqda isə məsələn 2 nömrəli testdə tərəfə 50 metr olan kvadrat şəkilli yolda avtomobil sabit sürətlə K nöqtəsindən, baxın K nöqtəsindən avtomobil hərəkət edib gəlib M nöqtəsinə. Bu avtomobilin yola görə sürətini hesablayın. Burada zaman anını 5 götürəcək. Mən sizə demişdim, qeyd edin testimizdə. Avtomobilin yola görə sürətini tapmaq üçün V bərabərdir S yol bölünsün. Ümumi hərəkətə sərf olunan zamana T-yə. K-dan L nöqtəsinə gəlib kvadratdır. Kvadratın bir tərəfini 50 veribsə, deməli cisim kvadratın iki tərəfini getdiyinə görə onun getdiyi yol V bərabərdir. Getdiyi yol 100-dür. Hərəkətə sərf olunan zaman 5-dir. Cismin sürəti olacaq 20 metr bölünsün saniyə. Sonra 6 nömrəli testdə düz xətli yolda hərəkət edən ABC cisimlərinin koordinat zaman qrafik verilmişdir. Qrafikdən istifadə edərək, deməli, biz cisimlərin sürətlərini müqayisə etməliyik. Baxaq qrafikə. Qrafik koordinatın zamandan asılı qrafikidir. Əvvəlcə qaydamızı yadımıza salırıq. Koordinat zamanla düz mütənasibsə hərəkət düz xətli bərabər sürətlidir. Qrafik koordinat başladığına görə burada başlanğıc koordinat yoxdur, yəni x0 sıfırdır. Və düz xətli bərabər sürətli hərəkətdə sürətin proyeksiyası V bərabərdir. X çıxılsın x0 böl T düsturuna görə tapılır. X0 olmadığına görə Vx bərabərdir X böl T. Və bilirik ki, hər düz xəttin altında burada bir alfa bucağı qeyd etsək və koordinatı, baxın, son koordinat X-dir və onu baxın bu tərəfə köçürürük. Bura X yazsaq, bura T yazsaq. Burada bir düz bucaqlı 3 bucağı aldıq. Düz bucaqlı 3 bucaqda X burada qarşı katetdir, T isə bitişik katetdir. Qarşı kateti bitişik katete bölsək, qrafikdən bizə verir tangens alfa. Və buradan da alırıq ki, sürətin modulu tangens alfa ilə düz mütənasibdir. Yəni, burada isə bizə deməli, 3 dənə cismin sürətinin zaman 3 dənə cism üçün koordinat qrafik verib. A cismi, B cismi, C cismi. Onların sürətlərini müqayisə etmək tələb olunur. Biz baxın, tangens alfa ilə müqayisə aparsaq, məsələn, C cismi üçün alfası budur. Getdikcə bucağın qiyməti artıb, bucağın qiyməti artıbsa, sürətin qiyməti də artıb. Deməli, A-nın sürəti B-dən, B-nin sürəti də C-nin sürətindən böyükdür. Doğru cavabımız olur. Hansı variant? A variantı. Və yaxud da ki, düsturla da gedə bilərdiniz. Məsələn, A cismi üçün yazsaq, A cisminin son koordinatı 3x0, baxın 3x0, zaman isə T-dir. Sonra B cismi üçün həmin təlimliyi yazsaq, B cisminin son koordinatı 2x, zaman isə 2T-dir. Onda alırıq x böl T. Eyni ilə C cismi üçün də yazsaq, x bölünsün olur 3D. Deməli, getdikcə sürətin qiyməti azalır. Ona görə A-nın sürəti B-dən, B-nin sürəti də nədən böyükdür? B-nin sürəti də C-dən böyükdür. Baxaq 3 nömrəli testdə. Deməli, düz xətli bir yolda avtomobil 25 metr böl saniyə sürəti ilə 40 saniyə, sonra 40 metr böl saniyə sürəti ilə isə 40 metr böl saniyə sürəti ilə 50 saniyə irələdikdən sonra 20 metr böl saniyə sürətlə 10 saniyə boyunca geri dönür. Deməli, avtomobilin burada baxın, hərəkət trayektoriyasını çəksək, OX oxu üzrə çəksək, deməli, buranı koordinat başlanğıcı gəlin qəbul edək. Düz xətli bir yolda əvvəlcə 25 metr böl saniyə sürətlə hərəkət edir.
Sonra isə sürəti olub 40 metr/saniyə və sonuncuda isə 20 metr/saniyə sürətlə isə saniyə boyunca geri dönür. Deməli, burada isə avtomobilin yerdəyişməyə görə orta sürətini soruşur. Avtomobilin yerdəyişməyə görə orta sürətini tapanda biz avtomobilin yerdəyişməsini ümumi zamana nə etməliyik? Bölməliyik. Ümumi zaman anlarını götürsək, əvvəlcə 40 saniyə, sonra 50 saniyə, sonra isə 10 saniyədir. Deməli, T1 üstəgəl T2, üstəgəlinə yazırıq T3. Sonra yuxarıda isə məsələn, birinci cism üçün S1-dir. S1 və X1 vurulsun T1, üstəgəl V2X vurulsun T2. Üçüncü halda isə cisim geri dönmüşdür. Geri döndükdə burada mənfisini götürəcəksiniz. Yəni, sürətin proyeksiyası mənfi 3x, 3 və 3x vurulsun T3. Və buradan qiymətləri yerinə qoymaqla məsələmizi həll edə bilərik. Yəni, bu hissəni silək. Gəlin qiymətləri yazaq. Deməli, T1, T2, T3. T1 40-dır, T2 50-dir, T3 isə 10-dur, elədir 90, o da 10, aldıq nədir? Məxrəcdə 100. Sonra V1 T1 25-i vururuq neçəyə? 40-a. 4 vur 25, 100. Buradan da olacaq 0 yazsaq, yanına alırıq 1000. İkinci, V2 vurulsun T2. Deməli, 40-ı vurursunuz 50-yə, 4 vur 5, 20, yanına da sıfırları yazsaq, neçə alırıq? Alırıq 2000. Üçüncü halda 20 vurulsun 10, bu isə neçə eləyəcək? Mənfi, çünki geri dönür. Geri döndüyünə görə buraya yazırıq 200. Deməli, 1000 ilə 2000-i toplasaq verəcək bizə 3000, 3000-dən də 200-ü çıxsaq, onda biz alırıq burada və orta bərabərdir. 2800 bölünsün 100, sıfırlar getdi, orta sürətin qiyməti oldu 28. Burada yerdəyişməyə görə sürət soruşur uşaqlar. Ona görə geri döndüyünə görə burada üçüncü halda mənfi işarəsi ilə götürmüşük. Sürətin proyeksiyası mənfi olur. Amma desəydi ki, yola görə sürət hesabla, onda siz bunları toplayacaqdır. Məsələn, bəzi uşaqlar toplayıblar. Toplayanda olur 3200, 100-ə də bölsək, bəzi uşaqlar qiyməti almışdı 32. Yəni, bax, bu hissəyə fikir verməmişlər. Cisim geri dönür. Ona görə doğru cavabımız olacaq 28. Sonra 4 nömrəli testə baxırıq. Sürəti 10 və 20 metr/saniyə olan avtomobillər arasında məsafə 1200 metrdir. Neçə saniyədən sonra avtomobillər qarşılaşar. O zaman avtomobillərin bir-birinə nəzərən nisbi sürətini tapırıq. Avtomobillərin bir-birinə nəzərən nisbi sürəti, yəni qarşı-qarşı gəldiyinə görə toplanacaq. Alırıq 30 metr bölünsün saniyə. Avtomobillər arasında məsafə 1200-dür və avtomobillər neçə saniyə sonra avtomobillər qarşılaşar. Buradan da bizdən T-ni soruşur. Alırıq T bərabərdir S bölünsün V. Buradan da 1200-ü, baxın 1200-ü bölürük neçəyə? 30-a. Bu 0 getdi. 12 ilə 3 apardıq 4. Cavab olacaq 40 metr. 40 saniyə daha doğrusu. Deməli 40 saniyə sonra avtomobillər nə edəcək? Qarşılaşacaq. Digər testimiz isə 7 nömrəli testdir. 7 nömrəli testdə cismin hərəkət tənliyi verilmişdir. Hərəkət tənliyinə baxanda biz görürük ki, cisim yavaşlayan hərəkət edib və deyir ki, cismin son koordinatını hesablayır. Deməli, yavaşlayan hərəkət edən cismin son koordinatını tapmaq üçün, yəni biz əvvəlcə burada T-ni tapmalıyıq. Bunun üçün X-in tənliyindən törəmə alıb cismin dayandığı anı tapırıq. Deməli, X V bərabərdir. X-dan törəmə V-ni verir. V bərabərdir. 9 çıxılsın 3T. Dayanırsa V-ni 0-a bərabər eləsə, 9 çıxılsın 3T. Buradan T-ni tapırsa T bərabərdir 3 saniyə. Deməli, cisim 3 saniyə dayanmışdır və dayandığı andakı koordinatı soruşulur. Buradan yazaq, x bərabərdir, mənfi 3, üstəgəl 9 vurulsun 3, T-nin yerinə 3 yazırıq, 9 vurulsun 3 alırıq 27, çıxılsın burada da 1/5, 3-ün kvadratı da burada alırıq 9. Buradan x bərabərdir, mənfi 3, bu da 27, bizə neçə verəcək? Verəcək bizə 24, çıxılsın 1/5-i 9-a vursaq, burada 5, 4 yadda. Burada 9, o da 4, alırıq 13/5. İndi x-i tapmaq üçün biz nə etməliyik? 13/5-dən, daha doğrusu 24-dən çıxmalıyıq neçəni? 13/5-i. Burada 5 qalır, burada 0 qaldı, aldıq 1. Deməli, doğru cavabımız oldu 10/5 metr. Deməli, cismin son koordinatı oldu 10/5 metr. Deməli, məsələni biz nə cür həll etdik? Cismin son koordinatını tapmaq üçün əvvəlcə baxırıq ki, cisim yavaşlayan hərəkət edib. Burada T-ni tapmalı, yavaşlayan hərəkət edən cisim müəyyən andan sonra dayanır. Əslində, burada qeyd etməliydim ki, cismin dayandığı andakı koordinatı tap. Belə dayandığı andakı koordinatı tapmaq üçün dayandığı müddəti tapmalıyıq. 3 saniyə dayanıb tapdığımız 3-ü
tənlikdə yerinə qoymaqla cismin son koordinatını hesablayırıq. Sonra keçirik 8 nömrəli test. 8 nömrəli test çox sadə bir testdir. Deməli, nöqtələr arası məsafə bərabər olan düzxətli bir yolda K nöqtəsindən hərəkətə başlayan cisim, baxın, K nöqtəsindən hərəkətə başlayan cisim N nöqtəsinə gəlib, baxın, gəlib bura, gəlib, sonra isə L nöqtəsinə, N-dən də L nöqtəsinə gəlib və cismin getdiyi yolun yerdəyişməyə nisbəti tapır. Əvvəlcə yolu tapaq. Bilirik ki, yol trayektoriyanın uzunluğudur. Trayektoriyanın uzunluğunu tapmaq üçün bütün bu parçaları toplamalıyıq. Məsafələr də eynidir. Deməli, K-dan N nöqtəsinə gəl. Baxın, K ilə N arasında 1, 2, 3, sonra yenidən L nöqtəsinə gəlir. Deməli, neçə bölgü gedib? 5 bölgü gedib. Getdi yola 5 metr deyə bilərik. Bəs yerdəyişmə nədir? Yerdəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcı K nöqtəsində, sonu isə L nöqtəsində. Onda başlanğıcı K, sonu da L nöqtəsinə gəlir. Başlanğıc ilə sonu birləşdirdiyimiz bu parça yerdəyişməni verir. Yerdəyişmə isə bir bölgünü götürdü. Elə ki, 1 metr. Və bunları tərəf-tərəfə bölsə, cavabı olacaq 5. Sonra keçək digər testimizə, 9 nömrəli testə. 9 nömrəli testdə təcilin proyeksiyasını soruşur. Yerdəyişmənin tənliyi verib. Yerdəyişmənin tənliyindən törəmə, yəni S koordinat yerdəyişmənin tənliyinin içərisində sürətin tənliyi var. Biz bu tənlikdən törəmə alsaq sürətin tənliyini. Deməli, 4 üstəgəl 2T. Sürətdən törəmə alsaq isə təcili alırıq. AX bərabərdir müsbət 2-yə. Bərabər təcilli hərəkətdə də təcil sabit qalır. Təcilin proyeksiyası da müsbət aldığımıza görə qrafik olur A variantı. Məsələn, burada diqqətli olsaq, məsələn, B variantı, D variantı bunlar gedə bilməz. Çünki hərəkət bizdə bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə təcil həmişə sabit qalır. Sonra 11 nömrəli testdə düzxətli yolda hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Baxın, V-nin T-dən asılılıq qrafiki verilmişdir. 6 saniyə müddətində cismin orta sürətini hesabla. Bilirik ki, orta sürəti hesablamaq üçün cismin getdiyi ümumi yolu onun hərəkətə sərf olunan ümumi zamana bölməliyik. Baxırıq ki, ümumi zaman 6 saniyə deyirsə, deməli V orta bərabərdir 6. Bəs S-i nə cür tapırıq? V-nin T-dən asılı qrafiki olanda cismin yerdəyişməsini tapmaq üçün V-ni T-yə vururuq. Qaydalarda da izah edirdim. Düsturdan S bərabərdir V vur T yazırıq. V vur T yazanda V nə T hasil təşkil edir. Bu hasili tapmaq üçün bizə əgər qrafik verilibsə, mütləq qrafikdə fiqur sahəsi hesablamalıyıq. Burada isə 2 cür fiqur var. Hətta 4 də deyə bilərik. Məsələn, mən 2 fiqur götürürəm. Baxın, buradan bura bir trapesiya var. Bir trapesiya da burada var. Deməli, 2 trapesiya var. Əvvəlcə gəlin birinci trapesiyanın sahəsini hesablayaq. Birinci trapesiyanın sahəsini hesablamaq üçün oturacaqların cəmi. Baxın, bir oturacağı düşür 4 ilə 2 arası. Balaca oturacaq oldu 2 plus. Böyük oturacaq oldu 4 bölünsün 2. Bax, bu isə orta xətti neçədir? Bura yazılıb 30. Baxın, birinci. Buradan da 4 üstə gəlir 2, 6. 6-nı bölsək 2-yə 3. 3 vur 30 neçə alırıq? 90. Yəni, birinci fiqurumuzun sahəsi oldu 90 metr. Keçirik ikinci fiqurun sahəsinə, S2-yə. İkinci fiqur da burada trapesiyadır. İndi baxın, trapesiya bu şəkildədir. Baxın, indi həmin trapesiyanın sahəsini hesablanır. Yəni, bu hissəni silək, səliqəli olsun. İndi trapesiyanın oturacaqları əvvəlkindən fərqli olar. Bax, bu paralel üzlər oturacaqdır. Böyük kiçik oturacaq olur 30. Kiçik oturacaq 30, üstəgəl. Böyük oturacaq hara paraleldir? Sürət oxunun. Böyük oturacaq 60. Bölünsün 2. Vurulsun. Baxın, buradan burada hündürlük. 6 ilə 4 arası. Burada yazırıq 2. 6 bu 2-lər getdi. Qısar. Yəni 30 üstəgəl 60 aldıq 90. 90 metr birinci trapesiyanın sahəsi, 90 metr də ikinci trapesiyanın. İkisini cəmləsək, burada 90 üstəgəl 90 neçə alırıq? 180. Deməli, 180 metr yol gedib və yaxud da ki, 180 metr yerini dəyişib. Çünki sürət qrafiki birinci rübdədirsə, bu cisim istiqamət dəyişməyib, hərəkət x ox istiqamətdə olduğuna görə yol yeri dəyişməyə bərabərdir. 180-ı bölürük 6-ya, 180-ı 6-ya bölsək, cismin sürəti neçə alırıq? Alırıq 30 metr bölünsün saniyə. Deməli, orta sürətin qiyməti neçə oldu? 30 metr bölü saniyə. Deməli, testdə sizdən nə tələb olunur? Burada həm də siz qrafikdən fiqur sahəsini hesablamağı öyrənməlisiniz. Sonra 12 nömrəli testimizdə
12 nömrəli testdə avtomobilin koordinatının zamandan asılı qrafiki verilmişdir. 15 saniyə ərzində avtomobilin getdiyi yol yerdəyişmədən nə qədər çoxdur? Deyir ki, yol yerdəyişmə modulu götürək. Yerdəyişmənin modulundan nə qədər çoxdur? Bu fərqi tapmaq üçün biz əvvəlcə yolu tapmalıyıq. Qeyd etdik ki, yol trayektoriyanın uzunluğudur. Yəni şəkildə verilən koordinatın zamandan asılı qrafiki veriləndə yolu tapmaq üçün qrafikdəki trayektoriyaların uzunluqlarını toplamalı, parçaları toplamalıyıq. İndi neçə saniyədir? 15 saniyə deyirsə, 15 saniyə ərzində bu trayektoriyaları cəmləyirsiniz. Baxın, birinci buradan bura gəlsin elə. Bax, belə bax buradan, burada gələ bilər. Bax, gəlsin bura. Deməli, 10 ilə 40 arası. 10 ilə 40 arası neçə metrdir? 30 metr üstəgəl. Bu hissədə geri qayıdıb. Yəni 40 ilə 30 arası. Neçə metr geri qayıdıb? 10 metr aldıq. Deməli, o 40 metr yol gedib. Sonra isə yerdəyişməni tapmaq tələb olunur. Yerdəyişməni tapmaq üçün cismin son koordinatından, yəni yerdəyişmə modulunu tapmaq üçün cismin son koordinatından başlanğıc koordinatına çıxmalısınız. Baxın, cismin başlanğıc koordinatı 10'dur. Buradan gedirək. Deməli, x0 10'dur. Son koordinat bu nöqtədir. Çünki 15 saniyəyə uyğun nöqtə sonuncu koordinatdır. Sonuncu koordinatla koordinat oxunun üzərində irəliləyirik və irəliləyəndə hansı qiymətin üzərinə gəlirik? X-in 30'u. Deməli, son koordinatı 30'dur. Deməli, 30'dan çıxırıq 10'u. 30'dan 10 çıxanda neçə aldıq? Aldıq 20. Bəs bizdən nə soruşulur? Bizdən soruşulur ki, yol yerdəyişmədən nə qədər çoxdur? Bunda el çıxılsın, S bərabərdir. Yolu 40 metr tapmışıq, yerdəyişmədə 20. 40'dan 20 çıxırıq, neçə qalır? Deməli, yol yerdəyişmədən 20 metr çoxdur. Sonra keçək 10 nömrəli testimizi. 10 nömrəli testdə qayıq-çay məsələləri ilə bağlıdır. Axın sürətləri eyni olan, axın sürətinin 1 metr böl saniyə olan üzgüçlər suya nəzərən 2 metr böl saniyə sürətlə hərəkət etməkdədir. Şəkil 1-dəki üzgüçünün el çatma müddəti, yəni el nöqtəsinə, yəni K-dan el nöqtəsinə çatma müddəti T1'dir. Şəkil 2-dəki üzgüçünün isə qarşı sahilə çatma müddəti isə, yəni M nöqtəsindən N nöqtəsinə çatma müddəti isə T2'dir. Bizdən isə üzgüçlərin sahil, yəni çatma müddətlərinin müqayisəsi soruşur. KL və MN məsafələri də bərabərdir. Yəni, baxın, burada çayın enini 20 veribsə və burada da qeyd edib ki, məsələn, MN çayın enidir. KL isə cismin, məsələn, birinci cismin K nöqtəsindən L nöqtəsinə qədər olan məsafədir ki, onu da 20 götürürsünüz. Əvvəlcə birinci cismin hərəkətə sərf etdiyi zamanı tapmaq üçün onun KL məsafəsini, yəni SKL məsafəsini üzgüçünün sahilə nəzərən nisbi sürətinə bölməliyik. Burada da baxırıq. Üzgüçünün sürəti çayın sürəti ilə eyni istiqamətdə olduğuna görə üzgüçünün sahilə nəzərən sürəti olacaq 3. Yəni biz qayığın suya nəzərən sürəti ilə çayın sürətini nə edəcəyik? Toplayırıq. Buradan nə alırıq ki, T1 bərabərdir. SKL məsafəsi 20'dir. Sonra 3 qayığın sürəti 2'dir, çayın sürəti 1'dir, neçə alırıq? 20. Deməli, T1'i nə tapdıq? T1'i tapdıq 20 bölünsün 3. İndi digər isə tapaq, yəni T2'ni tapaq. Baxın, T2'ni tapırıq. T2'də isə üzgüçü qarşı sahilə keçir. Üzgüçü çaya perpendikulyar daxil olduğuna görə üzgüçünün qarşı sahilə keçmə müddətini tapmaq üçün biz, mən qaydada da izah eləmişdim ki, ümumiyyətlə çayda, göldə, dənizdə cismlərin hərəkəti 2 koordinatı, məsələn, Y, bir də X koordinatına görə öyrəndik. İndi üzgüçü qarşı sahilə keçmək istəyirsə, bu zaman hərəkətin baş vermə müddətini, çayın enini, baxın, çayın enini, üzgüçülərin, yəni ümumiyyətlə burada olan sürətlərin Y oxuna, proyeksiyasına bölməliyik. Baxırıq, çayın eni 20'dir. Baxaq, çayın sürəti Y oxuna perpendikulyar olduğuna görə çayın sürəti, yəni axın sürətinin Y oxuna proyeksiyası 0'dır. Üzgüçünün sürəti isə Y oxuna paraleldir. Yəni onun Y oxuna proyeksiyası isə 2'dir. Onda 20'ni bölürük 2'ye. 20'ni 2'ye böləndə ikinci üzgüçünün qarşı sahilə keçmə müddətini isə neçə tapdıq? 10. Yəni burada yazaq ki, T2 bərabərdir 10. İndi biz nə? T1'i T2'ye bölməliyik. T1'i T2'ye böləndə baxın. Bunlar X-lar gedəcək. Doğru cavabımız olacaq 2 bölünsün 3. Doğru cavab olacaq bizdə hansı variant? A variantı. Yəni kəsri kəsrə bölmədir. Baxın, bir də yazıram. T1 bölünsün T2. Birinci kəsir olduğu kimi qalır 20 bölünsün 3.
İkinci kəsir isə bunu 20 bölünsün 3-ü 10-a bölürük. Onda biz nə etməliyik? 1 bölünsün 10-a vurmalıyıq. Baxın, bununla bu getdi. Qısa nə qaldı? 2 bölünsün 3. Doğru cavab oldu. A variantı. Sonra 13 nömrəli test çox sadə bir testdir. Mütləq verilənlər yazısı. Başlanğıc sürəti 10-dur. Təcili 8 metr bölü saniyədir. Zaman burada 5-dir və avtomobilin yer dəyişməsini soruşur. Üçgen, dörd kəmiyyət arasında əlaqə düsturumuz S bərabərdir V0T üstəgəl AT kvadratı bölü 2. Deməli, bəzi uşaqlar bu düsturu yazıb, hesablamada səhv edib. Digərləri isə hesablamadan əlavə burada T-li yazılır. Digəri qiymətləri qoyaq yerində. V0-ımız neçədir? 10. Zaman 5-dir. 10 vur 5. Burada alırıq 50. Üstəgəl. A-nın qiyməti 8-dir. Bu aralar biraz xəstəyəm. A-nın qiyməti 8-dir, T-nin qiyməti də 5-dir. 5-in kvadratı bura yazılır 25 bölünsün 2. 8 ilə 4-ü 2-ni aparsaqsa 4 vurur. Verir 4 vurur 25 100-dür. 100-ün üzərinə də 50-ni gəlsə, deməli yer dəyişməsi neçə metr oldu? Yer dəyişməsi oldu 50 metr. Keçək digər testimizə. 14 nömrəli test çox sadə bir testdir. İndi səhvlər nədən ibarət olub burada? Deməli, cisim birinci halda yavaş-yavaş hərəkət edir. Baxın, onun son sürəti 0-a düşür. Və 0-dan T1-ə. Sürətin proyeksiyası müsbət olduğuna görə cisim OX oxu istiqamətində bərabər yavaş-yavaş hərəkət edir. Sonra isə cisim OX oxu istiqamətindən yenidən yeyinləşən hərəkət edir. Yəni T1-dən, yəni T2-yə, yəni 2T müddətində cisim yenə OX oxu istiqamətində bərabər yeyinləşən gedir. Məsələn, bəzi uşaqlar Y variantını seçiblər. Düzdür, Y variantında da əvvəlcə yavaşayandı, sonra yeyinləşəndə. Amma burada təpə nöqtəsinə çatanda cisim istiqamətini dəyişib. Burada isə sürət qrafiki birinci rüblədir. Burada istiqamət dəyişməyib. İstiqamət dəyişmədiyinə görə biz hansı variantı seçirik? Biz D variantı. Deməli, əvvəlcə yavaşayan, sonra isə nə getdi? Sonra X oxu istiqamətdə getdi, yeyinləşən hərəkət X oxu boyunca baş verir. D variantında isə cisim əvvəlcə X oxu istiqamətdə gedib yavaşayan, sonra əks istiqamətdə yeyinləşən gedib. Və doğru cavab oldu D variantı. Baxaq 16 nömrəli testlər. 16 nömrəli testdə yer dəyişmənin zamandan asılı qrafiki verilmişdir. Qrafikdə 2 hərəkət var. Yəni 0T1 anına qədər cisim yavaşayan gedir. Burada cisim X oxu istiqamətdə getdiyinə görə, baxın 0T1 anında cisim OX oxu istiqamətdə hərəkət etdiyinə görə onun başlanğıc sürətinin proyeksiyası müsbətdir. Təpə nöqtəsinə çatanda cisim dayandığına görə burada onun son sürəti 0 olur. Bəziləri başlanğıc sürəti 0 götürüb, xeyr, son sürət 0 olur. Burada cisim bərabər yavaşayan hərəkət edir. Baxın, bərabər yavaşayan hərəkət edir. Başlanğıc sürətin proyeksiyası müsbət, yavaşayan hərəkət olduğuna görə təcilin proyeksiyası olacaq mənfi. Sonra İkinci halda isə cisim OX oxunun əksi istiqamətində hərəkət edib, artıq T1, T2 anında cisim yeyinləşən hərəkət edib. Burada cisim bərabər yeyinləşən hərəkət edib, dayandıqdan sonra hərəkət etdiyinə görə, elə bir ki, sükunət vəziyyətindən hərəkətə başlayıb. Burada cisim OX oxunun əksi istiqamətdə getdiyinə görə, yeyinləşəndə təcilin proyeksiyası yenə mənfidir. İndi biz doğru olanları uyğunlaşdırmalıyıq. Deməli, başlanğıc sürətin proyeksiyası müsbətdir. Başlanğıc sürətin proyeksiyası müsbətdir, bu C variantında. Baxın, müsbətdir. Təcilin proyeksiyası hər iki halda mənfidir. Bu D variantında da təcilin proyeksiyası mənfidir. Sürətin modulu. Baxın, sürətin modulu deyəndə diqqətlə baxın. Əvvəlcə yavaşayan olub hərəkət, sonra yeyinləşən. Bu nə deməkdir? Əvvəlcə sürətin modulu azalır, sonra isə artıq burada olacaq A variantı. Deməli, 1-ə C, 2-yə D, 3-ə də hansı variantı seçdik? 3-ə də seçdik A variantını. Sonra baxırıq 15 nömrəli testdə. 15 nömrəli testdə bu indi 20 sınaq test topluları çıxıb. Məsələn, 1-ci qrup, 4-cü qrupsun. Bax, həmin test toplusundan bir sualdır bu. Bu sualda biz diqqətlə baxırsınız. Yəni, biraz böyüdək onu. Və bu sualda bizdən nə soruşur? Deməli, cisim A nöqtəsindən B nöqtəsinə və sonra isə çevrə qövsü üzrə hərəkət edərək C nöqtəsinə gəlir. Bax, buradan bura gəlir. Və bütün yola 10 saniyə vaxt sərf edir və cismin yola görə və yerdəyişməyə görə orta sürəti deyir tabi elə. Yola görə sürəti tapmaq, yəni V1 bərabərdir. Cismin getdiyi yolu
Onu zamana bölməliyik. Zamana da 10 verib bizə. Buraya elə yazacaqsınız 10. Sonra isə deyir ki, bir də yer dəyişməyinə görə sürəti tapıb. Yəni S yer dəyişməyinə tapılıb. Yəni eyni vaxta gəlib çatıb. Yenə 10-dur burada. Deməli, buradan bizdən əslində hansı bacarıq, elə bir ki, nəyi tapmaq bacarığı bizdən yoxlanılır. Biz burada yolu nə cür tapmağı öyrənməliyik. Deyirik ki, yolu trayektoriyanın uzunluğudur. Baxın, cisim A-dan B-yə gəlib. A-dan B-yə gəlib 20 metr. Axı A, B, C üzrə gəlib. B-dən C-yə isə çevrənin 4/1 hissəsi gedib. Yəni, qövsün uzunluğunu tapmalıyıq. Qövsün uzunluğunu tapmaq üçün ümumi çevrənin uzunluğunu 2 piyeri vururuq 4/1-ə. Burada da nə edirik? 2 ilə 4 ilk sayı getdi. Burada qaldı pi. Pi 3'dür. Çevrənin radiusunu verib bizə 60'dır. Burada 2 yazsaq. 60 ilə 2-ni aparsaq 30. 3 vur 30. Neçə alırıq? 90. İşte gəl, buraya yazırıq neçə? 90. Buradan aldı ki, S yox. 90. 20 üstü 90 gələndə neçə alırıq? 110. Gətirib qiyməti buraya yazırıq. Deməli, 110 bölünsün 10. İlk sayı getdi. Neçə qaldı bizə? 11. Deməli, yola görə sürəti tapdıq 11. İndi yer dəyişməni tapmalıyıq. Yer dəyişməni tapmaq üçün biz yenə yer dəyişmənin tərifini tətbiq edirik. Yer dəyişmə nədir? Cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Gəlin, başlanğıc sonu birləşdirdik. Bax, belə. Başlanğıc sonu birləşdirəndə burada biz bir düzbucaqlı üçbucaq aldıq. Bax, bir belə, bir də üçbucağımız belədir. Baxın, bir düzbucaqlı üçbucaq aldıq. Bu düzbucaqlı üçbucaqda yer dəyişməni tapmaq üçün Pifaqor teoremindən istifadə edilir. S yer dəyişmə bərabərdir kök altından. Deməli, bir kateti 60'dır. 60'ın kvadratı yazacaqsınız 3600. Bəs digər kateti. Digər kateti isə bax bu parçadır. Buradan buraya 20'dir. Amma bu hissə isə elə çevrənin radiusu olduğuna görə 60'dır. Bunda AO məsafəsi oldu 80. 80'in kvadratı da bizə neçə verəcək? 6400. Burada da kökdən neçə çıxacaq? Kökdə tutaq ki, onun kök altından çıxacaq bizdə 100. Məsələn, bu Pifaqor ədədlərində 6 ilə 8-dən 10 çıxırdısa, 60 ilə 80-dən neçə çıxacaq? 100. İndi yer dəyişməni tapdıq. Gətirək yazaq burada. 100 bölünsün 10. Neçə alırıq? Alırıq 10. Deməli, yer dəyişməyə görə sürəti oldu 10 metr bölünsün saniyə. Yola görə sürəti isə 11 metr bölünsün saniyə. Deməli, əsas V-ni tapmalıyıq. Amma V-ni tapmaq üçün biz nəyi bacarmalıyıq? Biz verilən şəkildən yolu və yer dəyişməni hansı üsulla tapmağı bacarmalıyıq? Bunun üçün biz mesela yolu tapmaq üçün dedik ki, yol trayektoriyanın uzunluğudur. Deməli, bu trayektoriyanı cəmlədik. Trayektoriyada da bizim çətinliyimiz nədə ola bilər? Məsələn, deyək ki, bu qövsün uzunluğunu tap. Axı, siz bilirsiniz ki, buna bir çevrə kimidir? Bu çevrədir. Çevrənin hansı hissəsini gedib? 4/1 hissəsini gedibsə, qövsün uzunluğunu tapmaq üçün çevrənin ümumi uzunluğunu həmin o 4/1 hissəyə vurduq. Sonra keçirik 18 nömrə test. 18 nömrə test də adi düsturla həll olunan bir testdir. Deməli, nədir? Deyir, sükunət vəziyyətindən hərəkətə başlayıb. Sükunət vəziyyətindən hərəkətə başlayıbsa, başlanan sürət yoxdur. Təcili 8-dir. 8-ci saniyədə getdiyi yol 3-cü saniyədə getdiyi yoldan neçə metr çoxdur? Deməli, 8-ci saniyədə getdiyi yoldan 3-cü saniyədəki getdiyi yolu çıxmalıyıq. Bunun üçün də nə edirsiniz? 50-ci saniyədə gedilən yol düsturunu yazırsınız. Yazırsınız SN bərabərdir. A vurulsun. 2N çıx 1 böl 2. Əvvəlcə N'in yerinə 8 yazırsınız. Deməli, 8 indeksi də yazırıq. A 8'dir. Burada 2'dir. Mesela buraya N'in yerine 8 yazsaq, 2 vur 8, 16. 16'dan da 1'in çıxsa, neçə qaldı burada? 15. 8 ilə 2 qısa gedir, 4 olur. 15 vurulsun 4, neçə alırıq? 60. Deməli, 8-ci saniyədə gedilən yolu 60 tapdıq. Sonra da 3-cü saniyədə gedilən yolu tapmalı. Yenə tərcih 8'dir, 8 vurulsun 2. Şimdi baxın, burada N'in yerinə indi 3 yazırsınız. 2 vur 3, 6. 6'dan 1'in çıxsaq, neçə qalacaq? Qalacaq 5. 8 ilə yenə 2'ni x-lar aparsa 4. Burada neçə aldıq? 20. 3-cü saniyədə gedilən yolu da 20 aldıq. 60'dan da 20 çıxsaq, fərqi neçə oldu? Fərq oldu 40 metr. Burada deyir ki, getdiyi yol neçə metr çoxdur? İndi diqqət olun. Mən testləri yoxlayan zaman bəzi uşaqlar düz yazmışlar. Amma nədə səhv etmişlər? Onlar 60'ı 20'ye bölmüşdülər. 60'ı 20'ye o zaman bölürsünüz ki, deyir neçə dəfə çoxdur. Burada dəfə çox demir, deyir neçə metr çoxdur. Burada çıxmalıydınız. Sonra ona görə də diqqətli olmalı ki, səhv etməyək. Sonra 19 nömrə testdə də eyni tipli test, yəni eyni tipli test deyəndə
18 nömrəli testdə həll etdiyimiz düsturla həll edirik. Sükunət vəziyyətindən hərəkətə başlayıb. Başlanan sürət yoxdur. Düzxətli bərabər təcilli hərəkətə başlayan cisim 1-ci saniyədə SX yer dəyişməsi edib. 1-ci saniyədə getdiyi SX yer dəyişməsi üçün düstur yazsaq A 2n-1 bölü 2. N'in yerinə 1 yazsaq, burada alırıq A bölünsün 2. Deməli, 1-ci saniyədə getdiyi yer dəyişməyə, yəni A bölü 2-yə SX deyir. Sonra istədik, bəs 4-cü saniyədəki yer dəyişməsi nə qədər olur? Yəni 4-cü saniyədə yer dəyişməsini tapmaq üçün yenə yazırıq A. Bu dəfə N'in yerinə 4 yazırsınız. 2 vur 4 çıx 1 bölünsün 2. Biz nə alırıq? Alırıq 7 A bölü 2. Buradan da A bölü 2'ye ne deyirik? SX. Onda biz alırıq ki 4-cü saniyədə onun yer dəyişməsi olacaq 7 SX. Yəni əvvəlkindən 7 dəfə çox oldu. Sonra 23 nömrəli testdə 5 saniyədə cismin getdiyi yol yer dəyişmədən yenə nə qədər çoxdur? Yenə qədərdir. Deməli biz yolu tapıb yer dəyişməni ondan çıxmalı. Yenə koordinatın zamandan asılı qrafikidir. Bizə testlərin çoxu oxşar tipli testlərdir. Yolu tapsaq, yol qeyd etdik ki, trayektoriyaları cəmləməlisiniz. Məsələn, buradan bura 18 metr gedib, sonra 18 metr geri qayıdıb, üstə gəl 18. Baxın, sonra buradan burada necədir? 36 mənfi götürməyəcək, çünki yol müsbət skalyar kəmiyyətdir. 18 üstə gəl 18, üstə gəl 36. Deməli, o 72 metr yol gedib. Yer dəyişməni tapmaq üçün isə yer dəyişmə modulunu tapmaq üçün son koordinatdan başlanğıc koordinatı çıxırıq. Baxaq, qrafik sıfırdan başlayırsa başlanğıc koordinat yoxdur. Deməli, bura 0 yazılacaqsınız. 5 saniyədə onun son koordinatı olub mənfi 36. Burada yazırsınız mənfi 36. Mənfi 36 çıxılsın 0, alırsınız 36. Çünki burada yol yer dəyişmənin, düzdür, mən burada yazmamışım, məsələn yazıram, yer dəyişmənin moduluna. Çünki biz onu həmişə modul götürəcək. Mənfi alsaq, bu deməkdir ki, cisim OX oxunun əksi istiqamətində yerini dəyişir. Nə qədər çoxdur? 72-dən 36 çıxırıq. Cavabımız olur necə? 36 metr çoxdur. Sonra 20 nömrəli testdə nisbi sürətə aid olan bir məsələdir. Deməli, B cismi ilə bağlı hesablamacı sistemdə A cisminin sürətinin modulunu hesablayın. Yəni, A-nın B-yə nəzərən nisbi sürətini tapmalıyıq. A-nın B-yə nəzərən nisbi sürət. Nisbi sürət sürətlərin fərqidir. A çıxılsın B yazılır. Baxaq. A cismi elə bir ki, X oxu istiqamətdə gedirsə, onun X oxuna proyeksiyası müsbət olub, A cisminə yazırsınız 2V. B cismi X oxunun əksi istiqamətdə getdiyinə görə onun X oxuna proyeksiyası olur mənfi V. Buna yazırsınız mənfi V. Toplasaq neçə alırıq? Müsbət 3V. Alırıq müsbət 3V. Yəni 2V ilə bunu toplayırıq. Neçə alırıq? Alırıq müsbət 3V. Baxın, aldıq müsbət 3V. Müsbət almışıqsa, deməli qiyməti 3, özü də gedəcək elə A vektorunun, yəni A cisminin sürətinin istiqamətə. Gedəcək X oxu istiqamətində. Sonra 21 nömrəli testdə cisim OX oxunun əksi istiqamətində bərabər yerləşir. Deməli, əksi istiqamətdə hərəkət edirsə, cismin başlanğıc sürətinin proyeksiyası mənfi olmalıdır. Yeyinləşən gedirsə, təcilin proyeksiyası da mənfi olmalıdır. Yəni, işarələr eyni olmalıdır. Biz tənliklərdə işarəsi eyni olanlar axtarıq. Bu da hansı variantdır? A variantı. Məsələn, burada D variantı da yeyinləşəndir. Hətta Y variantı da yeyinləşən. Amma fərqlilik nədir? D variantında hər ikisi müsbətli gedib X oxu istiqamətdə yeyinləşir. Amma burada şərt qoyub ki, X oxunun əksi. Y variantında başlanğıc sürət yoxdur, yenə gedir X oxu istiqamətdə yeyinləşir. Amma burada bizə deyir ki, X oxunun əksi. Buna görə sürətin proyeksiyasını mənfi götürməliyik. Yeyinləşən dediyinə görə təcilin proyeksiyası da olacaq mənfi. Sonra 22 nömrəli testimizə baxaq, sonra qaydarıq 24-də. 22 nömrəli testdə 3 eyni cisim, deməli 3 cisim eyni modullu sürətlə hərəkətə başlar. A cismi B, deməli hesablama cismi B olarsa, hansı ifadə doğrudur? Yəni A-nın B-yə nəzərən nisbi sürəti. İndi baxırsınız, normalda da diqqətli, məsələn, 2 cisim eyni istiqamətdə gedir, sürətləri eynidirsə, bunlar biri-birinə nəzərən nə qalır sükunətdə? Nisbi sürətlə tapsaq, A-nın B-yə nəzərən nisbi sürətini tapsaq, A-nın sürətinə B-nin sürətini nə etməliyik? Çıxmalıyıq. Gəlin tapaq. Deməli, A-nın B-yə nəzərən nisbi sürətində A-nın sürəti V-dir.
Elə B-nin sürəti də verdi. X ox istiqamətdə getdiyinə görə proyeksiyalar müsbətdir. V çıx V nə qalır? 0. Onda bu o deməkdir ki, A B-yə nəzərən sükunətdədir. Bəs C-nin B-yə nəzərən nisbi sürəti. Baxın, C-nin B-yə nəzərən nisbi sürətini tapaq. C-nin B-yə nəzərən. C-nin X oxuna proyeksiyası mənfi V-dir. Nisbi çıxılsın, B-nin sürəti də orada V-dir. Biz alırıq mənfi 2-dir. Buradakı mənfi işarəsi C-nin sol tərəfə hərəkət etdiyini göstərir. O zaman zaten elə C hara hərəkət edir? Sola doğru. Doğru cavabımız olur. Hansı variant? A variantı. Sonra baxaq, burada 24 nömrəli testdən. 24 nömrəli testdən bizdə bu testdən elə yeni topluda da var. Burada biraz fərqlidir, qiymətlər fərqlidir. Deməli, bu testi həll etmək üçün, deməli, A və cisim A və C avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 8-ci saniyənin sonunda avtomobillər arasındakı məsafəni soruşur. 8-ci saniyənin sonunda avtomobillər arasında məsafəni tapmaq üçün həm də qrafikdən nə görür? A cisminin sürəti C cisminin sürətindən böyükdürsə, onda A-nın koordinatı B-dən də bura A-nın koordinatından B-nin koordinatına çıxmalıdır. Verilən qrafikdən biz nə cür istifadə edəcək? Verilən qrafikdən əvvəlcə A-nın sürətini tapacaq. Birinci halda biz nə etməliyik? Hər bir cismin sürətini tapmalıyıq. Bərabər sürətlə hərəkət etdiyinə görə yazırıq x çıx x0 böl t. Və qrafikdə zamanı 3 verib. Deməli, A cisminin başlanğıc koordinatı yoxdur. Bax, qırmızı. X0 getdi buradan. Son koordinatı isə 60'dır. 60 bölünsün 3'e çağırırıq. 20. İkinci halda da C cisminin sürətini isə həmən bura B yazmışıq. Bu C olmalı. C'nin sürətini hesablayıq. Yenə C üçün də x çıx x0 böl t yazırıq. Buradan nə yazır? T'miz 3'dür. C'nin başlanğıc koordinatı 30'dur. Son koordinatı 60'dır. Yazırsınız 60 çıxılsın 30. Olur 30. 30'u da 3'e böləndə neçə alırıq? 10. İkinci halda isə hər bir cisim üçün son koordinat tənliyi çıxarır. Məsələn, düz xətli bərabər sürətlə hərəkət etdiyinə görə son koordinatın tənliyi x0 üstəgəl v vur t'dir. Şimdi biz həmin bu tənliyi bir A cismi üçün yazırıq. Yazarıq xa. A cisminin başlanğıc koordinatı yoxdur. Sürətini 20 tapdıq. Vurulsun t yazırıq. Eyni ilə B cismi üçün son koordinat tənliyi. B yox C. Elə B yazıram mən. Elə buranı silək. Burada da silək. Deməli, xc yazır. İndi C cismi üçün son koordinat tənliyi. C cisminin başlanğıc koordinatı 30'dur. Buraya yazıq 30. Üstəgəl. C'nin sürətini neçə tapmışdıq? 10 vurulsundan yazırıq T. Və bizdə indidir ki, 8-ci saniyənin sonunda məsafəni tap. Onda 8-ci saniyənin sonunda hər birinin son koordinatını tapırıq. Deməli, 20 vur 8. 20 vur 8 tapırıq 160. Sonra bura 8 yazsaq, 10 vur 8, 80. 80'in üzərinə də 30 gəlsək, neçə alırıq? Alırıq 110. İndidir ki, cisimlər arasındakı məsafəni də, koordinatların fərqi. XA çıxılsın XC. A'nın koordinatını 160 tapmışıq. C'nin koordinatı isə 110'dur. 160'dan 110'u çıxsaq, neçə alırıq? Alırıq 50 metr. Deməli, onlar arasında məsafə neçə metr oldu? 50 metr. Baxın, məsələnin həlli gedişini başa salıram. Birinci addımda bizdən nə soruşulur, onu yazdıq. Birinci addımda verilən qrafikdən hər bir cismin sürətini tapırıq. A və C cisimlərini. İkinci halda isə hər bir cisim üçün son koordinat tənliyi yazırıq. Və bu zaman tənlikdəki T'nin yerinə isə məsələdə 8'i hansı zaman anı veribsə onu burada 3'dən istifadə etmirik. 3'dən biz nə zaman istifadə etdik? Sürətin qiymətini tapmaq üçün istifadə etdik. Sürəti tapandan sonra məsələn bunlar uzaqlaşır bir-birindən. Bu 3'də görüşüblər. 3'dən sonra isə bunlar bir-birindən uzaqlaşır. Aralarında məsafə artır. Və 8-ci saniyənin sonunda onlar arasında məsafə nə qədər olur? 50 metr. Keçək digər testimizə. 25 nömrəli test. Testlər çox oxşar tipli testləridir. İndi isə burada isə deyir ki, 8-ci saniyədə getdiyi yolun yerdəyişməyə nisbəti. Deməli, gedilən yolun yerdəyişmənin moluna nisbətini tapması. Yol nədir? Trayektoriyanın uzunluğu. Və bax, buradan bura yol gəlib. Neçə metr gəlib? 60 metr. Üstə gəl. Bəziləri neydi? Bu 2-4 arası cisim hərəkət etməyib. Burada koordinat yoxdur. Bu cisim dayanıb burada. Sonra 4'dən gəlib bura. Neçə metr gəlib? 30 metr. Buraya yazsınız 30 metr. Sonra geri qayıdıb. Neçə metr geri qayıdıb? 10 metrdə geri qayıdıb. Baxın.
Buradan nə tapdıq? Getdiyi yol neçə oldu? Yol oldu 100 metr. Demək 100 metr yol gedib. Yerdəyişmənin modulunu tapmaq üçün isə cismin son koordinatından başlanğıcı çıxmalısınız. S yerdəyişmənin modulunu tapmaq üçün. Başlanğıc koordinatı 60-dır. Demək çıx 60, mənfi 60 hətta qeyd edəcəksiniz. Yerdəyişmə mənfi olacaq. Son koordinatı bax bu nöqtədir. Bu nöqtəni də gəlirsiniz. Bura neçə verdi? 20. Ya da nə edə bilərsiniz? Başlanğıc sonu birləşdirdiniz. Birləşdirdiyiniz bu oxu x oxuna proyeksiya edirsiniz. 20-dən çıxırsınız mənfi 60-ı. 20-dən mənfi 60-ı çıxanda yerdəyişməni tapacaqsınız 80. Burada yazırsınız 80. Bununla bu x-lar apardınız. Bunda L böl S. Surətdə nə qaldı? 2-yə də aparsaq x-lar. Yuxarıda 5, aşağıda 4. Cavab ala bilərik. Neçə? 1,25 ala bilərik. Və yaxud da ki, belə də saxlaya bilərsiniz. Sonra digər testimiz 28 nömrəli testdə koordinatın zamandan asılı qrafik verilir. Sürətin zamandan asılı 2 saniyədə sürətin zamandan asılı qrafik. Düzdür, burada mən biraz dəyişiklik elədim. Orada 20 getmişdi, cavabda səhv idi. Burada 40 olmalıdır. 2 saniyədə, baxın, ikinci saniyənin sonunda cisim yavaşlayan hərəkət edir. Təpə nöqtəsinə çatanda ikinci saniyənin sonunda cisim nə edib? Məsələn, burada 2 dənə yavaşlayan var. Biri C, biri D. Və doğru cavabımız D variantı olacaq. Niyə görə? Yəni mən burada 20 qoymuşdum koordinatı. O səhv cavab idi. Ona görə bəzi uşaqlar C-ni götürdüyünə görə mən onu qəbul etmişəm. Amma doğru cavab olacaq D variantı. Niyə görə? Buradan şəkildən təcili tapırsınız. Təcili tapanda S bərabərdir. Və sıfırın kvadratı, daha doğrusu S bərabərdir AT kvadratı bölgün üstünlüğünü seçəcəksiniz. Oradan A-nı tapırsınız. A bərabərdir 2S bölü T kvadratı. Sonra təcilin proyeksiyası da mənfi olacaq burada. 2S bölü T kvadratı. Deməli 2S, 2 vurulsun 40. Zaman 2, 4. Bununla bu getdi. Neçə aldıq təcili? Təcili aldıq 20. Məsələn, burada da bax təcili 20 verir. 2 saniyədə son sürəti 0-dır. Yəni proyeksiyası mənfidir. AX bərabərdir. 0 çıxılsın 40, bölünsün 2. Təcil neçə olur? Təcil olur. Mənfi 20. Və doğru cavabımız olacaq D variantı. Sonra 26 nömrəli testdə siz nə etməliydiniz? Koordinatın zamandan asılıq tənliyini çıxarmalısınız. Testi həll etmək üçün biz nəyi bilməliyik? Biz baxırıq ki, koordinat zamanla düz mütənasibdir. Koordinat zamanla düz mütənasibdirsə, bu düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdə son koordinatın tənliyi x bərabərdir x0 üstəgəl v vur t-dir. Baxın, bu tənliklə bu qrafik arasında uyğunluq qurmaz. Qrafikdəki düz xət 30-dan başlayırsa, deməli x0 30-dur. Və x0-a yazdınız 30. T qalacaq. İndi biz qrafikdən istifadə edib sürəti tapmalıyıq. Çünki düz xətli bərabər sürətli hərəkətdə sürət sabit qalır. Sürəti tapmaq üçün sürətin proyeksiyasını tapmalısınız. Son koordinatdan başlanğıc koordinata çıxmalısınız. 3 saniyə sonra T 3-dür. 3 saniyə sonra cismin son koordinatı 0 olur. Başlanğıc koordinatı neçədir? 30. 30, 0 çıx 30 yazmalı. Yazaq 0 çıxılsın 30 böl 3. 0 çıx 30, mənfi 30. Mənfi 30-u da 3-ə bölsəz neçə alırsınız? 10. Deməli, sürətin proyeksiyasını aldıq. Mənfi 10. Burada işarə dəyişəcək. Çıxılsın 10, vurulsun T. Deməli, biz qrafikə baxıb, koordinat tənliyini vurduq. X bərabərdir 30 çıxılsın 10 T. Keçək 29 nömrəli testdə. Deməli, düz xətlə hərəkət edən və başlanğıc sürəti 4 metr böl saniyə təcili. Burada qeydlər aparırsınız. Yəni, verilənlər yaz. Başlanğıc sürəti 4, təcil 3, bərabər yeyinləşən hərəkət edir. Son sürəti olur 8. Bir cisim neçə metr yol gedir. Bax, burada uşaqlar adi yerdəyişmənin proyeksiya düsturlarından biridir. Yəni, yol və yerdəyişmənin fərq etməz. Deməli, hansı düsturdur? V kvadrata çıxılsın. V0-ın kvadratı bölünsün 2A düsturu. Buradan da S bərabərdir. Baxaq, V-miz neçədir? 8. 8-in kvadratı yazırsınız 64. Çıx. V0 4-dür. 4-ün kvadratı 16. Məxrəcdə 2 vurulsun nədir? A-dır. 2 vur A. A da 3-dür. 2 vur 3 neçə alırıq? 6. S bərabərdir. 64-dən 16 çıxılsınız. 64-dən 16 çıxıldı neçə qalacaq? 48. 48-i də 6-ya bölsəz alırsınız 8 metr. Deməli, cisim neçə metr yol gedir? Cisim 8 metr yol gedir. Sonra o 27 nömrəli testdə sürətin zamandan asılı qrafik verilir.
12 saniyədə cisim 360 metr yol gedib dayanıb. Bir ki, başlanan sürəti tap. Başlanan sürəti burada V0 bərabərdir 2V'dir. Deməli, biz V-ni tapıb onu 2-yə vuracaq. Çünki 360 metr. İndi V-nin T-dən asılı qrafikidir. Buradakı qrafikdən yol əslində nə cür tapılır? Fiqur sahələrindən tapılır. Onda bütün fiqurların sahəsini cəmləyib nəyə bərabər elədik? 360-a. Burada da iki fiqur var. Məsələn, bax, o qırmızı xəttin altına rəngləsəz, bax buranı. Burada bir dənə trapesiya var. Bax, o birinci trapesiya. Yəni, yazaq birinci trapesiya. Birinci trapesiyanın balaca oturacağı V, böyük oturacağı 2V'dir. Yəni, V üstə gəl 2V bölünsün 2. Buradan burada hündürlük vuracaqsınız 4-ə. Buradan da S1 bərabərdir. 2 ilə 4 ixtisar gedəcək. Burada qalacaq 2. Burada 3V. 3 vur 2 neçə alacaq? Alırıq 6V. Deməli, S1-i burada, baxın, S1-i alırsınız 6V. Ümumi də S-dir, 360-dır. Bura ümumi S, deməli, S1 ilə S2-nin cəmidir. Baxın, ümumi bizdə 360-dır. S1-i neçə aldıq? S1-i aldıq 6V. İndi ikincini hesablayırıq. S2. O da yenə trapesiyanın sahəsidir. Baxın, o hansı trapesiyadır? Yəni, o trapesiyanı baxın, buradan bura artıq. Baxın, buradan bura bir trapesiyadır. İndi bunu rənglədik. Deməli, balaca oturacağı 4 ilə 8-in arasına düşür. Balaca oturacağı 4-dür, yəni kiçik oturacaq. Böyük oturacağı 4 ilə 12 arası. 4 12 arası. 12-dən 4-ə çıxırsınız. Neçə eləyir? 8 eləyir. Böldük 2-yə. Hündürlük, baxın, bu hissə nədir? V-dir. Bura yazırsın, vur V. 4 üstə gəl 8, 12. 12-ni bölsək 2-yə 6. Biz yenə aldıq 6V. İkinci fiqurun sahəsi də 6V'dir və bunları topladıq. 360 bərabərdir 12V'yə. Buradan da V bərabərdir. 360, 36-nı 12-yə böləndə alırıq 3. Məhz biz V-ni neçə aldıq? 30. Amma başlanan sürət neçə V'dir? 2V'dir. 2-ni də vurup 30-a başlanan sürət olur neçə? 60. Demək, doğru cavabımız oldu 60. 28 qrafikidir. Baxdıq və nəhayət sonuncu məsələmiz. Sonuncu məsələdə deməli, başlanan sürəti verib 2 metr böl saniyə. Burada 3 saniyə ərzində cismin getdiyi yolu tap. Əvvəlcə cismin təcili 2 olub. Deməli, 1 saniyədə onun getdiyi yolu tapacaqsınız. Yazacaqsınız S1. S1 bərabərdir. V0 T1 üstə gəl. A1 T1-in kvadratı bölünsün 2. Bu da bərabərdir. V0-ımız neçədir? 2. 2 saniyədə, baxın, bu A1 təcilidir 2. Buna uyğun zaman neçədir? 1. Üstə gəl. Təcil yenə 1. Təcil 2. Çünki 2-dir təcil. Zaman 1-dir. 1-in kvadratı 1. Bölünsündə yazırıq 2. Bunlar getdi. Deməli, birinci hissədə, yəni 0 T1 anında, yəni 1 saniyədə o 3 metr gedir. Burada artıq həm də onun son sürətini tapacaq. 1 saniyədəki son sürəti. 1 saniyədəki son sürəti. V0 üstə gəl AT1-dir. A1 T1-dir. Buradan da V bərabərdir V0-ımız. V0-ımız neçədir? 2. Üstə gəl. A2, T də 1. Burada aldı 2. Son sürəti neçə tapdıq? 4. Uşaqlar, bax, tapdığımız bu son sürət ikinci hissə üçün, baxın, bu hissə üçün çevrilib olacaq başlanan sürət. İndi ikinci hissədə getdiyi yolu, yəni 1 ilə 3 arası artıq 3 saniyənin 1 saniyəsini burada elə ki sərf etdi. Yerdə neçə saniyə qalıb? 2 saniyə. Baxın, indi burada tapdığımız V, burada olacaq başlanan sürət. V vurulsun T2, üstə gəl. A2, T2'nin kvadratı bölü 2. İndi qiymətləri qoyaq yerinə. S2. V2'miz neçədir? V2 4'dür. Yəni V 4'dür. Baxın, son sürət. Burada tapdığımız son sürət yenə qeyd edirəm. Bura üçün çevrilib olur başlanan sürət. T2 dediyimiz 1 ilə 3 arası neçədir? 2'dir. Üstə gəl. A2 dediyimiz 4'dür. A2 yerinə bura 4 yazılırsınız. Böl 2. T2 yenə dedik 2'dir. 2'nin kvadratı da 4. 4 ilə 2 qısar getdi. Burada neçə qaldı? 2 elədir. 8. 4 vur 2 o da 8. 8 üstə gəl 8 neçə aldıq? 16. Deməli, ikinci halda onun getdiyi yol oldu 16 metr. Və ümumidir ki 3 saniyədə getdiyi yol. 3 saniyədə getdiyi yol bu ikisinin cəmidir. Yazacaqsınız S bərabərdir. 16 üstə gəl 3. Deməli, neçə metr yol gedib o? 19 metr yol gedib. Deməli, bugünlük bu qədər. Deməli, bugün biz sizinlə müsbətli bərabər sürətli, bərabər təcilli hərəkətə aid olan mövzu sınavının suallarının izahına baxdıq.
Sualların çoxu fiqurların sahəsi ilə bağlı idi. Nisbi sürət var idi orada. Enimci saniyədə gedilən yol. Sonra qrafikdən istifadə edərək, yolla yer dəyişmənin fərqli tapılma qaydası vardı. Məsələn, koordinatın zamandan asılı qrafiki olanda biz tərifə görə, yəni trayektoriyanın uzunluqlarını cəmlədik, yer dəyişməni tapanda sondan başlanğıcı çıxdıq. Sürətin zamandan asılı qrafik veriləndə isə uşaqlar, biz orada fiqur sahəsini hesabladıq. Bu günlük bu qədər. Sağ olun, növbəti videolarda görüşərik.